Salam dəyərli müdavim və müəllimlər, hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Mən Fidan İskəndərova. Bəli, həftə sonu ərzində sizlərə paylaşılan bir sınaq var idi. Bu sınaq 3 fən birlikdə təşkil edilmişdi və həmin sınağın gəlin Azərbaycan dili üzrə izahı ilə tanış olaq. Başlayaq suala. Qaranlıq otaq işıqlanır cümləsindəki sözlərin fonetik təhlilinə aid olan yanlış fikirləri seçək. İlk olaraq onu bilməliyik ki, bu cümləni tələffüz etdiyimiz zaman cümləyə aid olan sözlərin hər birinə diqqət yetirək. Məsələn, qaranlıq sözündən sonra otaq sözü gəlibsə, deməli qaranlıq yox, qaranlıq formasında tələffüz edilməlidir. Eynən otaq sözündən sonra işıqlanır sözü gəlibsə, yəni saitlə başlayan söz gəlibsə, o zaman otaq sözünü biz x ilə yox da ğ ilə tələffüz etməliyik. Bunlara baxmısınızsa, diqqət yetirmişsinizsə, deməli bu testi səhv yaza bilməzsiniz. Bəli, bu cür tələffüz etməliydik. Gəlin indi baxaq yanlışlara. Yanlış variantımız olacaq 2 və 3. Gəlin görək niyə. Hər sözdə qarşılığı olmayan samit işləmişdir. Bəli, bu fikir səhvdir, çünki bax bu sözdə qarşılığı olmayan samit yoxdur. Q hərfi cümlədə q və x səsini ifadə edib. Xeyr, bax Q hərfi ğ səsini də ifadə edib də bu nümunələrdə. Ona görə də yanlış variant 2 və 3 olmuş olacaq. Digərlərinin gəlin düzlüyünü araşdıraq. Heç bir sözün vurğusu ilk hecada deyil və sözlərdən yalnız biri ahəng qanununa tabe deyil. Bəli, heç bir sözdə vurğu birə düşmür. Hər birində sona düşür və sözlərdən yalnız biri ahəng qanununa tabe deyil. Bəli, bu da doğrudur. 1 ona görə də doğru sayılır. 4. Yalnız bir söz cingiltili samitlə başlayır, cingiltili samitlə bitir. Bəli, aralarından yalnız bir sözdür ki, cingiltili samitlə başlayıb, cingiltili samitlə bitir. Bu da doğrudur. Heç bir sözün tərkibində uzanan sait işlənməmişdir. Bəli, bu fikir də düzgündür. Çünki burada uzanma məqamlı bir söz yoxdur. Variantımız olacaq yanlış olaraq D variantı. Sual 2. Hansı cümlədə B, C, D, Y samitlərinin tələffüz qaydasına uyğun olmayan söz işlənmişdir? Bəli, hər bir variantda bir tələffüz qaydası verilib. Bax, tələffüzdə olan bir nümunə verilib. Görək hansı səhvdir? Hansında tələffüz fərqlidir, pozulub, yəni daha doğrusu. Kabab qoxusu. Əslində qoxu sözü samitlə başlayır deyə kabab sözü kabab səsin verməli idi. Verməyib deyə uyğunluq pozulub. Cavab B variantı. Tüfəng atəşi, kənd adamları, ağac əkmək, qəşəng oğlan hər birində saitlə başlayan söz artırıblar deyə hər birinin tələffüzü düzgündür, yəni qaydaya uyğundur. Uyğun olmayan, yəni qaydadan kənara çıxan B variantı olmuş oldu. Sual 3. Eyniköklü olmayan sözləri seçək. Variantımız burada olacaq B variantı. Səbəb nədir? Çünki eyniköklü sözlər cərgəsində qətiyyən sadə söz qala bilməz. Mütləq bütün sözlər quruluşca düzəltmə olmalıdır. Bu məcburiyyətdir. Bu bir yəni önəmli olan faktordur ki, mütləq cərgədəki sözlər quruluşca düzəltmə qalmalıdır. Nə mürəkkəb olar, nə də sadə olar. Mütləq düzəltmə qalmalıdır. O səbəbdən cavabımız B variantı. Bax, digərlərinin hər birində sözlər quruluşca düzəltmədir. Bəli, təbii ki, yalnız o qayda ilə də yetinmirik. Başqa qeydlər də oxumalıyıq ki, yəni ümumiyyətlə sözlər nə vaxt tam olaraq həmin cərgə eyni köklü sayılır. Quruluşca düzəltmə olmalıdırlar. Kökləri eyni nitq hissəsi olmalıdır və kökləri eyni məna olmalıdır ki, hə, mən bu cərgəyə könül rahatlığı ilə eyni köklü söz cərgəsi deyim. Eyniköklü olmayan da deyəndə o qaydalardan ən az biri də olsa pozulursa, deməli həmin cərgə artıq eyniköklü söz cərgəsi sayılmaz. Sual 4. Hansı cümlə 3 əsas nitq hissəsi kimi işlənə bilən amonimlə başlayır? İlk olaraq B variantını çıxmaq istəyirəm, çünki B-də amonimdən başlamayıb, çünki acı xatirə çox mənalıdır, çünki məcazidir. Acı bibər demirəm ki, deyirəm ki, acı xatirə. Ona görə B variantı çıxdı. Üst sözü ya isimdir, ya feildir. Əqrəb sözü bütün mənalarda isimdir. Bal sözü bütün mənalarda isimdir. Şiş cavabımızdır. Şiş həm isim ola bilər, həm sifət ola bilər, həm də feil ola bilər. Və bu şişin də bütün mənalarını rəy bölməsinə yazın. Bir-bir yoxlayacağım, görüm kim düzgün yazıb. Yəni isim olaraq, sifət olaraq və feil olaraq hansı nümunələri yaza bilirsinizsə rəy bölməsinə yazarsınız. Sual 5-dən davam edək.
Antonim frazeoloji birləşmələrinin işləndiyi cümlələri göstərək. Anasının səsini eşidən kimi qəlbi açıldı. Bax, burada bir müsbət hadisə baş verir. Hər kəs gülürdü, amma o içindəki ağrı ilə qəm dəryasına batmışdı. Burada isə mənim qəlbim açılmır, əksinə mən qəm dəryasına batıram. 3 və 4 bir-birinin əksi oldu. Ümumiyyətlə yadda saxlayın. Antonim frazeoloji birləşmələr bir-birinin əksi sayılan məcazilərdir. Sinonim frazeoloji birləşmələr bir-birinin yaxını sayılan məcazilərdir. Yəni bu antonim frazemlər, sinonim frazemlərdə bu gerçəyi unutma ki, nə olur olsun bu qaydanı unutma ki, onlar məcaziliyin qorumalıdır. Ona görə də 3 və 4 cavabımızdır. Həm məcazidirlər hər ikisi, həm də bir-birinin əksi sayılmış olurlar. Baxın, əslində digər variantların da hər birində frazem var, ona söz yox. Sadəcə biz frazem axtarmırıq ki, antonim frazem axtarırıq. Yəni bir-birinin əksi sayılan frazemləri axtarırıq. Hər frazem bizə bu sualda lazım deyil. Variantımız olacaq burada B variantı 3 və 4. Sual 6. Hansı söz sxemlərin heç birinə uyğun gəlmir? Gəlin bütün variantları kök şəkilçiyə ayıraq və ona uyğun cavabı tapaq. Bəli, bütün sözləri kök şəkilçiyə ayırdım. Məsələn, qocalmışdı, 1 leksik, 2 qrammatik, 4 apardı. Çökəklik, 2 leksik, 1 apardı. Evlərdəki 1 qrammatik, 1 leksik bunu apardı. Yorğunluqdandır 2 leksik, 2 qrammatik bunu apardı. Cavabımız olacaq 6-da A variantı. Kök 2 leksik, 1 qrammatik. Belə bir sxem heç yerdə yoxdur. Variantımız oldu A variantı. Hansı sözün təhlilini anlamadısa, rəy bölməsinə mütləq şəkildə yazın. Hansı cümlədə G hərfi K səsini ifadə etmir? Gəlin birinci G hərfli sözləri tapaq ortaya qoyaq, daha sonra baxaq ki, nəyi ifadə edər, nəyi ifadə etməz. Bəli, baxın, şəfəq işığı, nöqsanlar, məqsəd, üfüqdə, təksir. Bəli, hər birində K səsini ifadə edəcək, hər birində. Amma A-dan başqa. Niyə A-da K səsini ifadə etmir? Şəfəq sözündən sonra işıq sözü gəlib axı. İşıq da saitlə başlayıb. Saitlə başladığına görə şəfəq sözü olduğu kimi qalacaq. Biz şəfəq sözündən samitlə başlayan sözü artırsaydıq, samitlə başlayan şəkilçi artırsaydıq, o zaman K səsin verərdi. Məhz saitlə başlayan söz artırıblar deyə şəfəq olduğu kimi tələffüz olunur. 7-ci sualın cavabı olacaq A variantı. Sual 8. Hansı cümlədə ilk sözün antonimi son sözdür? Maraqlı sual tipidir. Cavabımız D variantı. Böyük və onun antonimi kiçik. Sarı ilə tamamlanmaq antonim ola bilməz. Baharla payız antonim ola bilməz. A-la C-də hardasa uyğun gəlir, amma bunun diqqətli olmalı olduğumuz məqamı var. Enli və ensiz kökləri eyni olduğuna görə antonim ola bilməz. Cavan və qocalmaq biri sifət, biri feildir deyə antonim olmaz. Mütləq şəkildə yadda saxla ki, antonimlər köklərini eyni saxlaya bilməz. Antonimlərin nitq hissələri fərqlənə bilməz. Bu sinonimə də aiddir ki, kökləri eyni olan sözlər sinonim sayılmaz, nitq hissələri fərqlənən sözlər sinonim sayılmaz. O səbəbdən A və C-ni çıxartdıq. Variantımız qaldı 8-də D variantı. Sual 9-dan davam edək. Hansı cərgə məhz ümumi isimlərdən ibarətdir? Cavabımız olacaq Y variantı. D-də, B-də, C-də, daha sonra A-da hər birində xüsusi isim var, amma Y-dəki bütün sözlər olacaq ümumi isim. 9-da variant oldu. Y variantı. Hansı cümlədəki mürəkkəb ismin yaranma üsulu fərqlidir? Variantımız olacaq C variantı, toz soran. Bax, vur ha vur, qaça qaç, gəl ha gəl, basa bas. Hər birindəki mürəkkəb isim A-ha ilə düzəlib. Ya A-la düzəlib, məsələn, basa bas, ya da ha-la düzəlib, məsələn, vur ha vur. Toz soranda isə belə bir məqam yoxdur. 10-cu sualın cavabı olacaq C variantı. Sual 11. Hansı cümlədə ismin xüsusiyyətini daşıyan sifət düzəltmədir? Yəni, sifətin isimləşməsini axtarmalısan sən burada. Variantımız olacaq 11-də A variantı. Yaralı bağ ismin xüsusiyyətini götürmüş olub. B variantında yaşlı nənəm burada ismin xüsusiyyəti yoxdur. C-də sakit küçə ismin xüsusiyyəti yoxdur. D-də gözəlin paltarı gözəl onsuz da burada insan adıdır.
həm də ki düzəltmə deyil quruluşca. Bizimkilər sözü onsuz da isimdir. Biz isim yox da sifətin isimləşməsini axtarırıq. 11-ci sualın cavabı olacaq yaralı. Həm isimləşib, həm də quruluşca düzəltmədir. Sual 12. Hansı cümlə özündən sonra gələn ismi yalnız cəmdə qəbul edən sayla başlayır? Hansı cümlə sayla başlayır, amma özündən sonra gələn ismi cəmdə olsun? Cavabımız burada olacaq C variantı. Yadda saxla. Bir sıra bir çox saylarından sonra gələn isimlər mütləq şəkildə cəmdə olmalıdır. Ona görə də variantımız C variantı oldu. 7-dən sonra gələn isim təkdədir. Minlərlə sözündən sonra gələn isimlər həm təkdə, həm də cəmdə ola bilər. Azdan sonra gələn isim təkdə olmalıdır. Çoxdan sonra gələn isim həm təkdə, həm cəmdə ola bilər. Yalnız cəm istəyirsə variantımız olacaq C variantı. Sual 13. İncəsənət insan duyğularını ifadə etməyin ən təsirli yollarından biridir. Musiqi, rəssamlıq, ədəbiyyat və teatr kimi sənətlər insanlara həm zövq verir, həm də onları düşündürür. Cəmiyyətin mənəvi dəyərləri çox vaxt incəsənət vasitəsilə nəsildən nəslə ötürülür. Buna görə də incəsənət xalqın mənəvi güzgüsüdür. Bax, mənəvi sözünü onsuz da burada yazıb və mən onunla buna görə də yazıb davam edə bilərəm. Yəni burada bir səbəblik var. Bu səbəbdən də, yəni hansı səbəbdən, bu səbəbdən, bax, mənəvi dəyər səbəbi ilə incəsənət xalqın mənəvi güzgüsü sayılır. Əyləncə məqsədi daşıyır, bu səhvdir, yəni bura aid deyil, yəni səbəb deyil. Rəssamlıq elmdən fərqlənir, səbəb deyil. Teatr sənəti qədim dövrlərdə yaranıb, səbəb deyil. Musiqi insanların davranışına təsir etmir, sadəcə zövqünə oxşuyur, səbəb deyil. Yəni sən elə bunu gündəlik həyatında bu tip cümlələr ifadə edib də izah edə bilərsən ki, mən nədəsə çünki işlədirəmsə, o çünki bağlayıcısı hansısa qabaqda olan bir cümlənin səbəbidir də, belə deyək. O səbəbdə mən durduğu yerdə yaza bilmərəm axı, əvvəlki cümlə ilə əlaqələndirməliyəm. O səbəbdən də buna görə də yazıblarsa, mən mütləq şəkildə qabaqdakı cümlədən bir məzmun çıxartmalıyam. Variantımız olacaq A variantı. Sual 14. Qədim Mavira adlı ölkə geniş səhralarla əhatə olunmuşdu. Maviralılar suya böyük önəm verirdilər, çünki ölkədə yağış az yağırdı. Onlar uzun illər ərzində su kanalları qazaraq əkin sahələrini suvarmağa başladılar. Bu kanallar elə möhkəm tikilmişdi ki, 1000 illər sonra belə izləri qalmışdı. Maviralılar həm də ədalətli idarə etmə sistemi ilə tanınırdılar. Hər ailənin müəyyən miqdarda su istifadə haqqı vardı və heç kim bu qaydanı poza bilməzdi. Tarixçilər hesab edir ki, bu sistem Maviranın uzun illər ərzində güclü dövlət kimi qalmasına səbəb olub. Bəli, əl birliyi ilə, güc birliyi ilə bu problemin öhdəsindən gəlirdilər, yəni. Nə artıq, nə əski kimsə istifadə etmirdi. Hamısı haqqına düşən nə qədər var idisə, o qədər miqdarda su istifadə edirdilər. Nə əminliklə doğru deyil. Yəni, nə ehtimaldır burada? Nəyi dəqiqliklə doğrudur deyə bilmirik. Cavabımız olacaq D variantı. Mavirada su kanalları daha əvvəldən tikilsəydi, su qıtlığı əsla olmazdı. Bunlar gec də olsa tikiblər də. Kim deyə bilər ki, qarantiya verə bilər ki, siz bunu tez tiksəydiniz, problem olmazdı. Yəni, onu heç kim deyə bilməz. Çünki burada yağış az yağıbsa, yəni burada qıtlığın olmağı normaldır. Sən o kanalı 5 ay tez mi tikdin, 3 ay geç mi fərq etməz. Yəni ehtimaldır sadəcə ki, hə, bəlkə tez tiksəydim daha yaxşı olardı. Amma dəqiqliklə kimsə onun qarantiyasını vermirsə, cavabımız olacaq D variantı. Bəli, dəqiqliklə bilirsən ki, su qıtlığı ilə üzləşən ölkə idi. Düzgün istifadə edirdilər bu ehtiyatlardan. Ciddi əməl edirdilər qaydalara, mühüm rol oynayırdı kanallar burada. Bəli, hər biri dəqiqdir, D-dən başqa. Variantımız oldu D variantı. Sual 15. Uşaqların sağlam, savadlı və xoşbəxt böyüməsi üçün hər birimiz məsuliyyət daşıyırıq. Uşaqlara sevgi və qayğı göstərmək, onlara doğru dəyərləri aşılamaq, bilik və bacarıqlar qazandırmaq gələcəyin daha parlaq olmasını təmin edir. Çünki hər bir uşaq potensial bir alim, sənətkar, lider və ya xeyirxah bir vətəndaş ola bilər. Onların xoşbəxtliyi yalnız maddi təminatla deyil də, eyni zamanda mənəvi dəyərlərlə bağlıdır. Sevgi dolu bir mühit, anlayış və dəstək uşaqların öz gücünə inanmasına, arzularının arxasınca getməsinə kömək edir. Biz uşaqlarımıza düzgün tərbiyə, təhsil və sevgi bəxş etdikdə,
Daha güclü, daha ədalətli və daha firavan bir gələcək qurmuş oluruq. Ən uyğun ideya fikri hansı variantdadır? Cavabımız olacaq Y variantı. Uşaqların düzgün tərbiyə və təhsil alması sağlam cəmiyyətin inkişafı üçün əsas şərtlərdən biridir. Bəli, A variantı olmaz. Çünki deyir ki, ən uyğun ideya uşaqlar, qocalar və yetkin insanlar üçün. Burada birincisi ancaq uşaqlardan danışır. O səbəbdən bu fikir ən uyğun versiya deyil, bu mətnə aid. Ona görə çıxdıq. Uşaqların tərbiyəsi məktəbin üzərinə düşür. Yəni belə bir əsaslanma yoxdur. Yəni valideyn qala-qala müəllimin üzərinə düşə bilməz hər şey. Maddi təminat uşaqların xoşbəxtliyi üçün kifayətdir. Xeyr, mənəviyyat olmasa orada uşağa dəyər qata bilmərik. Kiçik yaşlarda tərbiyə o qədər də önəmli deyil. Vaxtında olmalıdır hər şey. O səbəbdən də ən uyğunu yerdir ki, uşaqların düzgün tərbiyə və təhsil alması sağlam cəmiyyətin inkişafı üçün əsas şərtlərdən biri sayılır. Cavabımız olacaq Y variantı. Atlas robotu Boston Dynamics şirkəti tərəfindən hazırlanıb və ilk dəfə 2013-cü ildə təqdim olunub. O, insan kimi yeriyə, qaça və tullana bilir. Atlas müxtəlif fiziki tapşırıqları yerinə yetirmək üçün yaradılıb. O, tarazlığını saxlayaraq pilləkən çıxır, əşyaları qaldırır və çətin səthlərdə hərəkət edə bilir. Atlas daha çox sənaye və xilasetmə işlərində istifadə olunmaq üçün nəzərdə tutulub. Digər tərəfdən, Amerika robotu Engineered Art şirkəti tərəfindən hazırlanıb və ilk dəfə 2021-ci ildə təqdim olunub. Amerika fiziki gücdən çox ünsiyyət və mimika qabiliyyəti ilə tanınır. Fiziki gücdən çox ünsiyyət və mimikasına görə tanınır. O, insanın üz ifadələrini təqlid edə bilir, danışır və suallara cavab verir. Atlas daha çox güclü və çevik bədən hərəkətləri ilə seçilir. Amerika isə insanlarla ünsiyyət qurmaqda daha bacarıqlıdır. Atlas təhlükəli mühitlərdə işləyə bilər, Amerika isə sərgilər və sosial sahələr üçün uyğundur. Beləliklə, robotların hər ikisi texnologiyanın fərqli sahələrdə və necə inkişaf etdiyini göstərir. Texnologiya inkişaf etdikcə daha başqa robotlar və bu robotlara olan tələbi aradan qaldıra bilər. Hansı bənddə səbəb-nəticə əlaqəsi pozulub? Variantımız olacaq C variantı. Görə niyə? C-də yazıb ki, Atlas insanla danışa bilir, nəticədə sosial tədbirlərdə iştirak edir. Bax, sosial sahələr üçün, sərgilər üçün Amerika daha uyğundur. Özü də yazıb ki, Atlas daha çox güclü və çevik bədən hərəkətlərlə seçilir, Amerika isə ünsiyyət qurmaqda bacarıqlıdır. Cavab C variantı. Baxaq, Atlas güclü fiziki hərəkətlər edə bilir, nəticədə xilas etmə işlərində istifadə olunur. Bəli, bax, bu doğrudur. Daha sonra Amerika insan mimikalarını təqlid edir, nəticədə insanlarla ünsiyyətdə uğurludur. Bəli, bu da doğrudur. Amerika ünsiyyət üçün hazırlanıb, nəticədə şagirdlərlə də nümayiş üçün uyğundur. Atlas tarazlığı qorumaqda yaxşıdır, nəticədə sənayedə istifadə olunur. Bəli, yəni qısası Atlas daha güclü və daha çevik hərəkətlidir. Amerika isə ünsiyyət qurmaqda daha bacarıqlıdır. Yəni, fiziki gücündən çox Amerikanın ünsiyyəti, mimika qabiliyyəti mövcuddur. Onunla tanınır. Yəni, insanların üzlərini yamsılaya bilir, danışır, suallara cavab verirlər. Amma əsas bildir ki, daha güclü olan Atlas sayılmış olur. Yanlış səbəb nəticə odur ki, C variantı. Atlas insanla danışa bilir, yox. Bunu danışa bilən Amerika sayılır. Variant C variantı. Sual 17. Atlas robotu Boston Dynamics şirkəti tərəfindən hazırlanıb və ilk dəfə 2013-cü ildə təqdim olunub. O, insan kimi yeriyə, qaça və tullana bilir. Atlas müxtəlif fiziki tapşırıqları yerinə yetirmək üçün yaradılıb. O, tarazlığını saxlayaraq pilləkən çıxır, əşyaları qaldırır və çətin səthlərdə hərəkət edə bilir. Atlas daha çox sənaye və xilasetmə işlərində istifadə olunmaq üçün nəzərdə tutulub. Digər tərəfdən, Amerika robotu Engineered Art şirkəti tərəfindən hazırlanıb və ilk dəfə 2021-ci ildə təqdim olunub. Amerika fiziki gücdən çox ünsiyyət və mimika qabiliyyəti ilə tanınır. O, insanın üz ifadələrini təqlid edə bilir, danışır və suallara cavab verir.
Atlas daha çox güclü və çevik bədən hərəkətləri ilə seçilir. Amerika isə insanlarla ünsiyyət qurmaqda daha bacarıqlıdır. Atlas təhlükəli mühitlərdə işləyə bilər. Amerika isə sərgilər və sosial sahələr üçün uyğundur. Beləliklə, robotların hər ikisi texnologiyanın fərqli sahələrdə və necə inkişaf etdiyini göstərir. Texnologiya inkişaf etdikcə daha başqa robotlar bu robotlara olan tələbi aradan qaldıra bilər. Atlas robotu haqqında hansı fikir yanlışdır? İnsanlarla danışaraq cavab verir. Bu Amerika robotunun funksiyasıdır. Yeriyə tullana bilir, bəli. Çətin mühitlərdə fəaliyyət göstərir, bəli. Xilasetmə əməliyyatlarında istifadə oluna bilər, bəli. Sənaye işlərində yaxşıdır, bəli. Məhz B variantındakı Amerika robotunun funksiyası idi. Ona görə cavabımız olacaq B variantı. Sual 18. Qarışqalar yer üzərində ən çox yayılan və sosial quruluşa sahib olan həşəratlardan sayılır. Onlar koloniyalar şəklində yaşayır və hər bir fərdin öz funksiyası var. Deməli, ana qarışqa, işçi və əsgər qarışqalar. Görək, ana qarışqa nə edir? Yumurtlama ilə məşğuldur. Bu ananın işidir. Görək, işçi qarışqa nə edir? Yemək toplayır, koloniyanı qoruyur. Görək, əsgər qarışqalar nə edir? Təhlükələrə qarşı müdafiə işini görmüş olur. Yəni, adı altında əsgər təhlükəyə qarşı müdafiədir. İşçilər yemək toplayır, ana isə yumurtlama ilə məşğul olur. Qarışqaların bir-biri ilə feromon adlanan kimyəvi siqnallar vasitəsilə ünsiyyət qurduqları aşkarlanıb. Bu siqnallar onların istiqamət tapmasına və qida mənbələrini digərlərinə bildirməsinə imkan verir. Maraqlıdır ki, bəzi qarışqa növləri körpü quraraq digər qarışqaların keçməsi üçün bədənlərini istifadə edə bilirlər. Mətnə əsasən məlumatların uyğunluğunu, yəni doğrudan doğrunu, yanlışdan yanlışı, ehtimal şübhədən də ehtimalı tapmalısan. Burada cavabımız olacaq C variantı. Gəlin səbəbini izah edək. 1, 3, 1 də 5. Doğrudan doğrunu tapdım. Qarışqalar arasında əmək bölgüsü var. Bəli, əsgər qarışqalar var, ana qarışqa var, işçi qarışqa var və hər birinin iş bölgüsü müxtəlifdir. Bu tapıldı. Ehtimalı tapaq. Yəni bu gümandır, bu şübhədir. Ola da bilər, olmaya da bilər, sayıla da bilər, sayılmaya da bilər. Bəli, qarışqalar dünyanın ən sistemli və zəhmətkeş canlıları hesab edilə bilər. Bəli, ola bilər də, kim buna nə deyə bilər ki? Zəhmətkeşdirlər ki, balaca boyları var, amma görün maşallah bir-birinə siqnal ötürürlər bunlar. Ola bilər ki, yəni zəhmətkeş olsunlar. Yəni dəqiq deyil, yalan da deyil də, orta bir şeydir, ehtimaldır. Yanlışdan da yanlış. Qarışqalar tək-tək yaşayır. Xeyr, axı tək-tək yaşamır bunlar. Görmürsünüz bayaqdan bir-birlərinə siqnal ötürə-ötürə hərə öz işinə məşğul olur, amma tək-tək yox, qrup şəklində. Koloniya şəklində. Cavabımız 1-3-5'dir. Doğrudan doğru, ehtimaldan ehtimal, yanlışdan da yanlış. Görək 2 niyə olmur? 2-də yazıb ki, ana qarışqa koloniyanın müdafiəsinə rəhbərlik edir. Onu işçi qarışqalar edir. Yəni bu səhv fikirdir. 4 niyə olmaz? Qarışqalar yalnız qoxu ilə ünsiyyət qurur. Bu yəni yanlış fikirdir. 6 niyə uyğun deyil? Qarışqalarda iş bölgü sistemi var. Bu əslində doğru fikirdir, amma mən yanlışdan doğrunu axtarmıram. Axı yanlışdan yanlışı axtarmalıyam. Bir daha deyirəm. Doğrudan doğrunu götürdüm. Ehtimaldan ehtimalı, yanlışdan da yanlışı götürmüş oldum. Cavabımız C variantı. Günəş hələ dağların arxasından boylanmamış, kəndin torpaq yolu ilə sabahın səssizliyi gəzir. Əl-ələ verib bağ becərən qoca bir cütlük var bu evdə. Onların illərlə yoğrulmuş sevgisi, birgə əməkləri torpağa can, süfrəyə bərəkət verir. Kələm, soğan, pomidor sıraya düzülüb. Sanki təbiət də bu səliqəyə hörmətlə baş əyir. Pəncərədən sızan tüstü mis qazanda qaynayan yeməyin qoxusunu daşıyır. Çörək yoğrulan masanın üstündə un kimi ağ illərin təmizliyi var. Divardan asılan qırmızı biberlər, sarı qarğıdalılar bu evin min bir əlinin izini daşıyan bəzək deyil, zəhmətin nişanəsidir. Çünki süfrəyə yığılan nemətlər torpadakı zəhmətdən keçir. Qoca kişi də daş dəyirmanda un çəkir, qadın isə əlləri ilə o unu duaya çevirir. İt səssizcə onların ayağı altında oturub, sanki o da bu ailənin üzvüdür. Hər şey sükut içində.
danışır bu həyatda. Gül ağacı, çıraq işığı, yoldan keçən xoruzun banlaması. Burada zaman tələsmir, insan da yaşlanmır, yaşayır. Və bu həyat bəlkə də unudulmuş xoşbəxtliyin ən saf halı sayılır. Ən uyğun başlıq: zəhmətin ətri torpaqdan süfrəyə. Torpağa tapşırıq, bir günün ağırlığı, aydan arı sudan duru, təbiətin qarışıqlığı ola bilməz. Zəhmətin ətri torpaqdan başlayır, gəlir bəhrə kimi süfrədə cəmlənmiş olur. Cavabımız olacaq A variantı. Sual 20. Yapon filosofu Miyamoto Musashi demiştir: sakit dənizdə bacarıqlı kapitan bilinməz. Bu ifadə ilə o demək istəyir ki, insanın bacarığı və gücü yalnız çətinliklərlə üzləşəndə üzə çıxır. Asan şəraitdə hər kəs uğur qazana bilər, lakin əsl keyfiyyətlər sınaq anlarında üzə çıxır, yəni çətin məqamlarda. Mətndə verilən ifadəyə uyğunsuz mənanı, uyğun olmayan mənanı. Hər bir uğur çətinlikdən sonra gəlir. Təşviq edici şərait insan istedadını daha yaxşı üzə çıxarır. Bacarıq çətin vəziyyətlərdə daha aydın görünür. Çətinliklər insanı formalaşdıran əsas faktordur. Dəniz həyatı bütün insanlara çətinliklə üzləşməyə vadar edir. Xeyr, yəni bu sahədə işləyənlər başqa, dənizdən istifadə edən digər əhali başqa. Yəni hər kəs orada çətinliklə üzləşməyə məcbur deyil. Variantımız olacaq D variantı. Belə əziz müdavimlər, bacardığımız qədər həm öyrədici, həm də maraqlı tip mətnlərlə, qrammatik suallarla qarşınızda oldum. Əgər suallar maraqlıdırsa, bu tip sınaqların mütəmadi olaraq işlədilməsini istəyirsinizsə, rəy bölməsində də öz fikrinizi, rəyinizi bizlərlə bölüşməyi unutmayın. Sağ olun, hər bir müdavimə uğurlar arzu edirik.